Dəyərli müştərilərimiz, Hövsan qəsəbəsi, qəsəbənin tam mərkəzində şəxsi tikili 4 otaqlı super təmirli ev axtarırsınızsa, bu evimizin təqdimatına axıra qədər baxın. Dəyərli izləyicilərimiz, 3 sotun içində bir daha vurğulayıram. Super təmirli, cütdaşla inşa olunmuş, yerdən kürsülü, standartların hər birinə uyğun 4 otaqlı ev, plus harda Pekanidə düz asfalt yolundan hardasa 1 dəqiqəlik məsafədə Hövsan qəsəbəsinə gələn bütün marşrut xəttlərinə yaxın bir gözəl 4 otaqlı evin təqdimatındayıq. Hörmətli müştərilərimiz, bura evimizin həyətyanı sahəsidir. Təkcə evin həyətinə yoxdursa bir 30 min manat pul xərclənilirdi. Bura evimizin qaraj hissəsi, həyətinə rahat bir şəkildə 4 maşın daxil olur. Həyətin işıqlanması əla, həyətdə hamam tualetimiz mövcuddur. Kombisi, pitminutkası, hamısı təzə qoyulubdur. Elə bir həyətin giriş qapısı, jalüz qapıdır. Daha oranı açmıram, ehtiyac yoxdur məncə. Hörmətli müştərilərimiz, burada qəşəng yay mətbəxi var, xudmani. Evimizin padval hissəsidir. Qısa təqdimatda. Super. Lap aşağıda da qəşəng oturmaq olar. Burada çox istidir, əla. Çox əla. Lap məsələn, bura müəllimə alsa, orada hazırlıq da keçə bilər. Hörmətli müştərilərimiz, keçək evimizin içində təqdim edeyim sizlərə. Hörmətli müştərilərimiz, daxil olduğumuz zaman evə koridor sistemidir. Gördüyünüz kimi damafonu, elektrik sistemi səliqəli yığılıb, otaqların hamısı idarə olunur. Evimiz bütövlükdə cütdaşla inşa olunubdur. Xanımlarımızın nəzərinə evimizin mətbəx hissəsi, mətbəximiz istipol, bahalı mətbəx mebeli, pəncərəsi özəlliklə baxır. Şəxsi tikili 4 otaqlı evdir. Bütövlükdə evimizin kvadratı 120 kvadratdır. Bura uşaq otağıdır. Allah cəmi bağlı saxlasın. Yer bütövlükdə laminat. Evin maşallah olsun, təmir tikintisindən sözü yoxdur. Çox əla. Yerləşmə yeri də qəsəbənin tam mərkəzi. Burada da bir otağımız yerləşir. Evimizin pəncərələrinin hamısı özəlliklə baxır. Roşatkaları vurulub. Burada da bir otağımız yerləşir. Çox əla. Burada hamam tualetimiz, istipol. Hörmətli müştərilərimiz, burada evimizin belə gözəl, geniş salı, qiyməti 135 min manat. Real müştəri inşallah. Burada qəşəng oturarıq, bir dənə çay içərik, danışıb razılaşarıq. Yəni, evin təmir tikintisindən söz yoxdur, yerləşmə ilə söz yoxdur.